Salam dostlar, bugün sizlərlə 11-ci Beynəlxalq Kitab sərgisinə gedirik. Kitab sərgisinə SMM kimi gedirik. Yəni ziyarətçi olaraq bir gün getmirik. 7 gün boyunca orada olacağım. Çalışacağım sizə stendləri göstərim, maraqlı nələrsə varsa onları göstərim. Eyni zamanda bir tərəfdən bu formada YouTube-a, həm bu formada Instagram-a, TikTok-a bir şeylər çəkməyə çalışacağım. Bilmirəm, videonun gedişatına görə artıq görəcək necə olacaq. Bir videom olacaq, 5 videom olacaq. Çalışacağım sizin üçün maraqlı olsun. Bu arada mənim ilk YouTube videomdur. Ümid edirəm bəyənərsiniz. SMM-in çantasında nələr olur onu göstərmək istəyirəm. Gəlin çantamı bir yerdə hazırlayaq. Deməli dostlar, bu mənim çantamdır. İçi boşluğu indi dolduracaq. İlk olaraq tripod. Tripod vacibdir. Yəni ən çox da mənim kimi əliniz belə əsirsə vacibdir. Çünki mən normalda kamera tutanda kamera hər şey belə əsir. Hətta bir dəfə kitab paylaşmışdım. Rəyi tapsam bura qoyacağım. Biri yazdı ki, kitabı öz əlimlə belə tutub çəkirdim. Biri yazdı ki, ellerin dehşetli serecede esir Allah şifa versin. Neyse onu görəndə həmişə gülürəm. Daha sonra mikrofon. Daha hakülü yerlərdə. Məsəl üçün, getdiyimiz sərgidə də mən əminəm ki, çox hakü olacaq və hər hansı bir müsahibə alan zaman, hər hansı bir imza günündə yazıcı danışan zaman və yaxud da bəlkə özüm də məlumat verə bilərəm, bilmirəm. Force major hallar baş verir. Bu zaman mikrofon çox yaxşıdır. Daha sonra pulqabı. Sonra belə dodaq məhsullarım var ki, onları mən atıram. NYX-in dodaq qələmi var. Vivajın dodaq nəmləndiricisi var. Kiko var. Aktan belə bir pomada var. Hal-hazırda dodağımda odu amma çox az vurmuşam. Yəni çox qəşəngdir, amma çox vuranda da belə toy makyajına oxşuyur. 6-dan oyanmışam. Axşam 8-ə qədər makyaj dözməlidir. Dözməsə də özü bilər, yəni dünyanın sonu deyil. Eynəyim, dəftər və qələmim, baş kartım. Metro 60 qəpi oldu. 60 qəpi verib nəqliyyatda istifadə edirəmsə, mənim oraya gelib gəlməyim 3-4 manata başa gəlir. Nimesil, tripod, havalar soyub. Və əvvəlcədən aldığım, yaxalığım, bunu sərgi hazırlıq üçün getmişdik. Orada verdilər və bunun belə kağız kimi olanlar var. Bu belə materialı başqadır. Dedi ki, bundan sadəcə 2 dənə verə biləcək və mənə verdilər. Çox sevindim. Adaptırım. Bunu Azərbaycan dilində nə deyirlər? Tapıb bilsəm buraya yazaram. Telefonum. Saat da, bəli, geç qalıyoruz. Neyse. Bu da belə. Yəni çantam hazırdır. And if you hear this and then go on bend your back, go on bend your knees. Dostlar, havalar çox soyub, dəhşət soyuqdur hava. Oktyabrın 1-idir hələ, amma bu yəni əslində soyuq olmadı, neysə. Məsələ odur ki, siz niyə soyuq havalarda bot geyinmirsiniz? Siz soyuq havada krasovka, idman ayaqqabısı və şalvar, oradan ayağınız bu qədər asıq qalır. O dəyə soyuq sizi narahat eləmir. Xahiş edirəm, hamı bota keçsin. Mən sentyabr gələndən bota keçmişəm və özümü qəribə hiss edirəm. Heç biriniz geyinmirsiniz, nə olar? Bot geyinin dostlar. Həqiqətən ayağınız üşümür. Neysə. Belə bir şey deyirəm. Külək əsir. Biz tərəfdən külək əsir. Ona görə düşünürəm ki, o tərəf elə də soyuq deyil. Əslində olan. Hazıram. Papaq da taxmaq istərdim ama. Bir de bayıl istiyorsan Feriha. Biraz, bilmirəm, başıma nəsə taxmaq istəyərdim ki, soyuq olmasına meyb yox. Çantama əsas şeyi əlavə eləməyi unutmuşam. Başı çox ağrıyan biri olaraq, yəni ağrı kəsici özümdən həmişə götürürəm. Məsələn, yaxşı bir şey deyil hər ağrıda bunu atmaq, amma bilmirəm, ya mən çox dözə bilməyən biriyəm, dözümsüzəm, ya da ki, məndə dəhşət ağrı olur, bilmirəm artıq. Nəyinsə ilk günü olanda, işin ilk günü, tədbirin ilk günü və o proses səhərdən axşama kimi gedirsə, asan da olsa mənim o gün başım ağrıyır. Məsələn, dünən ağrıyırdı. Nəsə qəşəngəm, üstə öləm. Gəzirik. Sözüm var Zibeydə. Xoş gördük. Bəlkə biz sərgidən imtina elədik. Boykot elədik. Gücündən də.
pozitiv bir enerji ilə davam edirik. Olmayan şey devam edirik. Dostlar, yalan oynamak istiyorum. Gider yediğine. Sıra bak bu aynı. Rüzgarların ücretsiz telefonda. Evet, bizim uygulamamız GoFreebook. 50 farklı dilde kitap var. Var dini kitaplar hepsi. Hepsi orada. Hepsi evet. Alabilirsin onu. Al. Çok sağ olun. Ya, poşetimiz kalmadı. Poşet kalmadı galiba. Az hepsinden bir büyüğüm. Hepsinden alabilir miyim acaba? Sana hepsinden vereceğiz. Tamam mı? Hepsinden bir tane. Bu kadar. Babam Hepsinden bir severim tane. böyle dini kitap. Sana dur set verelim dur. Al içinde hepsi var. Alın bakalım. Çok sağ olun. Teşekkür Rica ederim. ederim. Sana bir resminizi çekelim ya şöyle. Dostlar, bugün də imanlıyıq. Səma əlinə keçən bütün dini kitabları yığdı. Edep sən nə gözəl şeysin. Amma çox şirin idilər. Anama aparıram dini kitabları. İnşallah xoşuna gələr. Əl eləyə bilərsin. Neydi adı? Fərə. Fərə, qızdır. Mən yoxlam. Hala. Sen gelir. Asan. Kızım var mı? Sak geçsin. Olar alım. Sen ne? Necə gedir Zübeydə xanım? Elinə. Mara xanım? Belə həmin şey çox az adam gəlir həmin şey. Tərsin. Niyə gəlmirlər səncə? Məncə ümumiyyətlə zalda az adam var, hələ ki gələn yoxdur. Yəqin ki 6-dan sonra çox olacaq. 2 saat ötəndən sonra hamı işdə olur. Buna görə gələnlər. Dostlar, Səma ilə Xəsay bəy daha bəy O izlasa verin filmi devam ediyor. qırın bir-birini. Ha, nasıl resim var? Nasıl karşı? Veyahut da ben adamdan akıl tarafı için ben size geldim o yerden. Biraz bir tane kop ben öz karar esasında değişim. Ben bu kadar dedim olmaz. Onun için başka burada kaçın ha? Ha? Ya sen bir Deməli dostlar, sərginin ilk günü yekunlaşır hardasa, hamı yığışır falan filan. Səma ilə çıxırıq. Daha doğrusu Səma məni ötürməyə gəlir. Bəli, bəli. Nə düşünürsünüz Səma xanım bu gün? Salam bir daha dostlar. Neyse, hər videonun açanda salam verirəm. Deməli, sərginin ilk günü bitdi mənim saçımdan, başımdan da gördüyünüz üzrə. Mən evə qayıtdım. İşığımızın kusuruna baxmayın. Sərgidən hədiyyə olaraq aldığım bir-iki şey var. Onu göstərmək istəyirəm ki, bəlkə sizə maraqlı olar. İlk olaraq bunu bizə Qətər səfirliyi, Qətər yoxsa Qətər? Ministry of Culture, yəni Mədəniyyət Nazirliyi tərəfindən sitəyə daxil olduğumuz zaman verdilər. Danışma qabiliyyətimi mən bir gün ərzində itirdim yəqin ki. Belə bir çantadır, eko çantadır. Mən eko çantaları çox sevirəm. Dizaynını bizim bəzi qızlar bəyənmədi, amma eko çantaları sevirəm. Məncə kombinlərlə də uyur. Bəzi kombinlər var ki, sadə kombinlər falan filan. Həm də çox belə praktik olur. Ona görə bilirəm, bəlkə də içine sırf hədiyyəni qoyublar deyə belə bir şey ediblər. Yəni də çox yaxşı bir şeydir ki, adi salafanda da, klokda da verə bilərdilər. Nəysə, heç açmamışam ha bu arada. Açmamışam dediyim içində dəftər olduğunu bilirəm, amma dəftəri əlimə alıb baxmamışdım və belə bir dəftərdir. Qalın qapaq olmağı çox sevdim və bir dənə də qələmi var. Qələmi necə açılır? İkisi də belədir. Sonra Gürcüstan, yenə səhv etmirəmsə, o da Ministry of Georgia idi. Ministry deyir. Hə, Ministry of Culture of Georgia. Orada çaxırlar, şərablar falan var idi. Bilirsiniz ki, Gürcüstan şərabları ilə varlıdır. Vlogda da indi görmüsünüz bəlkə də. Amma mən içmədiyim üçün dostlar onlardan içə bilmədim, dadlarına baxa bilmədim.
Baxsam da anlamayacaqdım hər halda. Bu səbəbdən orada yenə şokoladlar var idi. İçkilərin yanında yeyilən şokoladlardı, səhv etmirəmsə. Ki, bilmirəm, şərabla acı şokolad kimisindən belə bir ikili kombo eləmişdilər. Ki, onun dadına baxan bunu da yeyirdi. Amma mən içə bilmədiyim üçün, yəni elə Kutaisi'dən bu arada, mən Gürcüstanlıyam, bilməm bilirsiniz ya yox, Kutaisi'də də olmuşam deyəsən. Və hər bir hər bir yerin şəklini vurub fərqli yerlərə, bölgələrini yazıblar. Kaş öz bölgəmi götürərdim. Acı adı kofe dadı gəlir. Da bura qədər baxmısınız. Bura qədər gəlmişsə deməli vlog ya bitir ya da nə bilim, bilmirəm. Baxacağıq. Baxacağız. Orada kitab mağazası var idi. Türk kitabı. Adını deyim. Free Books yazılıb. Və bunların bir aplikasiyası var, səhv etmirəmsə. Orada kitabları dinləmə, öz kitablarını ödənişsizdir, belə bilirəm. Və burada dini kitablardır və mənə belə bir set hədiyyə etdilər, sağ olsunlar. Dini kitablardan ibarət. Mən dini kitablar çox oxumuram, nə yalan deyim. Amma anam çox sevir, anam oxuyur. Ona görə mən də vərəqləyəcəm, mən də baxacağam, oxumağa çalışacağam. Amma daha çox anama hədiyyə edəcəm bunları. Onun üçün gətirmişəm ki, bəlkə maraqlı olar və belə görürəm ki, Azərbaycan dilində tərcümədir bu türk nəşriyyatı olsa da. Belə və budur. Onların aplikasiyası budur. Siz də istəsəniz baxa bilərsiniz. Videonu durdurub inşallah görərsiniz. Adı da dediyim kimi Go Free Books gedir. Dostlar, yəni birinci gün belə idi. Bilmirəm videonu bir hissə eləyəcəm, günbəgün çəkəcəm və yaxud da müəyyən günləri birləşdirəcəm. Bunu artıq iləriki tarixlərdə qərar verəcəm gedişata görə. Amma bəlkə də bu videonun sonudur, bilmirəm. Əgər bu videonun sonudursa, ilk günün sonudur bugün əslində. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm bəyəndiniz. Ümid edirəm sizə daha yaxşı həm kontent olaraq, həm də keyfiyyət olaraq daha yaxşı videolar çəkərəm. Fikirlərinizi bölüşə bilərsiniz. Mənə dəstək olmaq istəyirsinizsə, eyni zamanda rəy yazıb kanalıma abunə ola bilərsiniz. Çox sevinərəm. Çox sağ olun bura qədər gəldiyiniz üçün. Hamınızı öpürəm. Sağ olun.